Gedib gələnmirik, uşaqlarımız məktəbə gedənmir, gələnmir. Bu gölməçələr birdən-birə yaranmayıb. Bir atalar sözünün təbirincə desək, illərdir dama-dama göl olub. Ağstafanın 6 yaşayış məntəqəsinin Xətayi, Pirli, Düzqışlaq, Kolayır, Qarahəsənli və Kolxalfalı kəndlərinin sakinlərinə xidmət edən bu yol istismar müddətini başa vurub. Son günlər yağan güclü yağışlardan sonra isə vəziyyət daha da dözülməz həddə çatıb. Ağstafa rayonunun Pirili kəndinin illərdir ki, yolsuzluq problemi öz həllini tapmır ki, tapmır. Hava isti olduqda ərazi toza, yağış yağdıqda isə bax beləcə palçığa, suya qərq olur. Sakinlərin sözlərinə görə güclü yağış yağdıqda istər avtomobillə, istərsə də piyada bu cürə palçıqlı keçilməz yolla hərəkət etmək mümkünsüz olur. Yaxşı, bəs görəsən, aidiyyəti qurumlar tərəfindən niyə hər hansı bir tədbir görülmür və nəhayət problem nə vaxt həllini tapacaq? Reportajımız boyunca bu kimi suallara aydınlıq gətirməyə çalışacaq. Yollarımız çox acınacaqlı vəziyyətdədir. Ələlxüsus da yay aylarında, isti aylarında tozdan, torpaqdan bu yola çıxmaq olmur. Qış aylarında da ki, sel, su budur, göz qabağındadır, palçıq. Maşınlarımız sıradan çıxıbdır. Çox pis, bax bu dəqiqə mən usta yanından gəlirəm. Bu saat bizim kəndin içində maşınla deyirsək, piyada getmək mümkündür. Uzunluğu 19 kilometr olan Poylu Düzqışlaq Kolayır avtomobil yolu 2012-ci ildə istismara verilib. Burada yüksək, yəni ağır tonajlı maşınlar getdi. Onlar o maşınlar burayla gedəndə həmən bu yol dağıldı. Bu yol dağılandan sonra həmən maşınlar da yox. Biri gelib gəlmir indi. Və ondan sonra da bizim yollar bu günə düşür. Bu yol çox əhəmiyyətli yoldur. Rayona gedilir, rayondan heç bir taksi, marşrut kəndə gəlmir ki, sizin kəndin, Pirli kəndinin yolları bərbad vəziyyətdədir. Sakinlər indi aidiyyatı qurumun əməkdaşlarının da yolunun bir gün Pirli kəndindən düşməsini arzuluyurlar. Biz isə həmin günü gözləməyib üst tutduq birbaşa həmin aidiyyatı quruma. Ağstafa rayonu Poylu Düzqışlaq Kolayır avtomobil yolunun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramına daxil edilib. Proqram çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir. Maliyyə vəsaiti ayrılan kimi həmin yolda əsas şəkildə agentliyimiz tərəfindən yenidən qurma işləri həyata keçiriləcək. Qeyri-müəyyən vaxta verilən vəddən görünür ki, sakinlər hələ bir müddətdə yolsuzluqdan əziyyət çəkməlidirlər. Alməmməd Nəbiyev, Elmar Qasımov, Röya Qarabağlı, ASTV xəbər.